Salam uşaqlar. Mən bu gün sizə TikTokda necə canlılaşmalısınız onu öyrədəcəm. Abilər siz əvvəlcə TikToka girək və göstərək. Gözləyin abilər. Mən TikTokda sizə canlılaşmağın yolunu göstərsəm asan şəkildə, çox takip, 500 takip yığıb, gözləməyiniz bir gün o başa gəlməyəcəkdir uşaqlar. 500 takip, 1K takip yığmayın qaqa. Elə bir siz 500 takip yığarsınız, bir gün açılacaq canlı yayınınız, yox. Məndə biraz TikTok bağdadır uşaqlar. Göstərim sizə ki, necə olacaq. Gözləyim bir dənə açılsın. Profilə girsiniz uşaqlar, profilə. Takip yığmaq çox deyil qaqa. 150 də yığın bəs eləyib. Bax mənimki kimi. Bax qaqa, 150 dənə yığın. Bax videoda 443 baxış gəlir. Videoda baxışlar qəşəng gəldi, uşaqlar. Və bura girsiniz, TikTok Studio var. Burada canlı yayın var və basırsınız uşaqlar. TikTok uşaqlar, indidən deyirəm sizə. 800 gün tamam olmadan TikTok sizə 7 gün tamam olmamış TikTok sizə canlı yayım açmağı verməyəcək. Həm 100 takip olmalısan, həm də 7 gün açmalı, 7 gün gözləməlisən, səbr eləməlisən. Məsələn, mən təzə hesab açmışam. Adı Bratvatdır. Elə bir ki 12 iyun açmışam. 19 iyunda açılacaq onu. Takipdə yığacam bir 60-70 dənə. O özü açılacaq. Paşlı 100-dən yığa bilərsiniz də uşaqlar. O qalıb sizin vəriz necə istəyir, 1K-da yığa bilərsiniz. Deməyəm, vacib deyil. Özünüz necə istəyirsiniz yığın takibi. Mən sizə yığın deyəm. Mən bir takip biraz kasmaq istəyirəm. Bəlkə biraz takibimi qaldıracağım inşallah. Yaxşı uşaqlar, sağ olun. Bu videonu YouTube'da paylaşacağım. Hamı baxıb dəyərlənsin. Sağ olun, görüşmək üzrə.